Qaragözün anası onu yuvada gözləyirdi. O çox narahat idi. Birdən Qaragöz tənginəfəs yuvaya girdi. Anası soruşdu. Qaragöz, sən hardaydın? Axı demişdin ki, yuvadan bayra çıxmaq. Balacanın qara gözləri yaşardı. O dedi. Ana, bağışda mən qozlar yıxmaq istədim. Anası Qaragözü qucaqlayıb öpdü və dedi. Mənim Sevimli balam, sən ehtiyatlı olmalısan. Qaragöz isə kədərli halda oturub fikrə daldı. Bunu görən anası soruşdu. Qaragöz, sənə nə olub, niyə belə fikirlisən? Qaragözü ağlamaq tutdu. O anasına ürəyini açdı. Ana, mən pislik görmüşəm, ayının balını dağıtmışam. O hələ bilir ki, onu tülkü eləyib, indi tülkünü gedib parçalayacaq. Hə, bu heç yaxşı olmadı. Tülkünü xilas etmək lazımdır. Ana ilə bala yuvadan çıxıb ayının mağarasına tərəf yollandılar.